Bu günləri o müsəlmanlar gözlərinə sələfi deyirlər ki, Məhəmməd İbn Əbdülvəhhabi böyük şeyx tanıyırlar və bu məktəbin bünövrəsini qoyan təsisçidir. Məhəmməd İbn Əbdülvəhhab da deyir ki, mənim üçün iki inanılmış alimim var mənim. Məhəmməd İbn Əbdülvəhhab deyir ki, iki alim var ki, mən onlara söykənirəm. Onlardan biri İbn Teymiyyədir, biri isə İbn Qeyyimil Cəvziyyə. 16 il İbn Teymiyyədən dərs alıb, İbn Teymiyyə ilə birlikdə zindanda da olub, İbn Teymiyyə zindanda öləndən sonra İbn Qeyyim azad olub. Bu günlərdə özlərin sələfi adlandıran müsəlmanlar İbn Teyyim və İbn Qeyyim onların gözləri üstə. Yəni, qətiyyən onların sözlərinə irad eləməzlər. İbn Teyyim, İbn Qeyyim nə deyirsə, onlar üçün əsasdır. Aydın oldu, qardaş? Yaxşı. Görək İbn Teymiyyə bu barədə nə deyir? İbn Teymiyyənin Məcmu Fətava kitabı var. Fətvalarının məcmusu toplanıb. Onun 22-ci cildində səhifə 163, 164, 165. Kim inanmırsa geçsin, baxsın, sonra gəlsin, söhbət edeyim. Su ilə sual verilir İbn Teymiyyə, həmən o fətvalar. Bizdə istiftat görüyor, sual-cavab. Bu da İbn Teymiyyənin istiftatıdır. Su ilə sual verilir. Əmmən yəbsutu səccadə fil cami'. Səccada, yəni o namaz qılan xalça. Bir nəfər məsciddə xalça sərir, üzərində namaz qılmağa. Və yusalli aleyha, onun üzərində namaz qılır. Həl ma fəaləhu bid'a əmla. Onun bu elədiyi bid'ətdir, yoxsa yox? Yəni, xalçanı sərib üstündə namaz qılmaq olar, yoxsa yox? Namaz qılmaq xalçanın üstündə bid'ətdir, yoxsa yox? Aydın oldu sual. Sualı kimə verirlər? İbn Teymiyyə. Cavab, fəəccab. İbn Teymiyyə cavab verir. Elhamdülillahi Rabbil aləmin. Amma salatu ala səccada biheyz yətəhərrəl musalli zalik fələm təkun hadihi sünnətu sələf. O xalçanı sərib üstündə namaz qılmaq ki var ki, qılınır, namaz qılanlar qılırlar. Bu sələfin sünnəsi olmayıb. Sələf yəni ki, yəni səhabələr və tabiinlər. Onlara deyirlər də sələf. Sələflər də göyə səhabə və tabiinlərin ardıcılları idi. O deməkdir sələf. Sələf, yəni səhabə və tabiinlər, İbn Teymiyyə nə deyir? Xalça sərib üstündə namaz qılmayıblar. Minəl muhacirinə vəl ərsar. İstər muhacirlər olsun, yəni Məkkə cəmaatı, istər ənsar, Mədinə cəmaatında olan səhabələr olsun, görülməyib. Və min ba'dihim minət tabi'inə ləhum bi ihsanin əla əhdi Rəsulillah. Hətta onlardan sonra tabiinlər ki var, onlar da Peyğəmbərin zamanından tutmuş tabiinlərə qədər görülməyib ki, xalça sərsin üstündə namaz qılınsın. Yaxşı, bəs onda nəyə namaz qılırdılar? İbn Teymiyyə gör nə deyir? Bəlkanu yusallunə fi məscidihi aləl ard. Peyğəmbərin məscidində namaz qılardılar yerə, aləl ard, yerə qılardılar. La yəttəxid əhəduhum səccadə yaxtassu bis salati aleyha. Və səhabələrdən, tabinlərdən heç biri xalça götürməzdi, onun üstündə namaz qılmazdı. Yaxşı, niyə indi Peyğəmbərin məscidinə bəs sərmisiniz xalça? Bidət eləmişsiniz, yoxsa yox? Yığışdırın da xalçaları. Demir ki, İbn Teymiyyə olmayıb bu, görünməyib, qılınmayıb. Yaxşı, niyə xalça sərmişsin onda? Qulaq as. Qulaq as, ardı var hələ. İbn Teymiyyə sözü qutarmadı. Və qəd ruviyyə ənnə Abdurrahman ibn Mehdi rəvayət olunur. Hədis var ki, Abdurrahman ibn Mehdi ləma qədiməl Mədinə, elə ki, Mədiniyə gəldi, bəsədə səccadə. Səccadə sərdi Mədinədə, məsciddə. Fəəmərə Malik bi həbsihi. Malik ki var ki, Malikilərin, əhl-i sünnənin, Maliki məzhəbinin imamı Malik ibn Ənəs əmr elədi ki, onu həbs eləyin, bidət eləyib. Bunu kim deyir? İbn Teymiyyə deyir. Malik həbs elətdirdi. Fəqilə ləhu, Malikə dedilər ki, innəhu Abdurrahman ibn Mehdi, dedilər bu Abdurrahman ibn Mehdidir. Fəqalə əmmə əlimtə ənə bəstu səccadəti fi məscidinə bid'ə. Dedi ki, bilirəm Abdurrahman ibn Mehdi dedi və siz bilmirsiniz ki, bizim məscidimizə namaz xalçası sərmək bid'ətdir. Bidəti kim elir indi? Hə? Qulaq as. Və fis səhih, hələ davam edir İbn Teymiyyə, 22-ci cild. Hansı kitab? Məcmu Fətava.
Və fi sahih, sahih hədisdə İbn Teymiyyə deyir. Ənə Sa'idul Xidri, Sa'idul Xidri və yaxud Xudri Peyğəmbərimizin sahabələrindən olub. Bunun hədisi var sahih. İbn Teymiyyə deyir ki, bu sahih hədisdir. Etikaf edirdilər Həzrəti Rəsulullahla. Etikaf nədir? Girirsən məscidə, ancaq ibadətlə məşğul olursan. Gecə gündüz, ancaq zəruri işlərdən ötürü qırağa çıxmaq olar. Ona etikaf deyirlər və oruc alında olmalısan. Etikafın öz hökmləri var. Deyir, Peyğəmbərlə biz etikaf edirdik. فَإِنِّي رَأَيْتُ هَذِهِ اللَّيْلَ وَرَأَيْتَنِ أَسْجُدُ فِي مَاءٍ وَطِينٍ. Deyir, Peyğəmbər salavatıllahı gördük ki, etikaf eləyəndə məsciddə alnın qoyurdu torpağın üstünə. Hədisin axırında لَقَدْ رَأَيْتُ سَبِيحَةَ 21-ci günün sabahında, sübh çağında gördüm ki Ala ənfihi və ərnəbətihi əthərəl mai və tin. Ənf yəni burun, ərnəbə yəni bu hissə. Bura deyirlər ərnəbə. Deyir, mən Peyğəmbərin ərnəbəsində və burnunda torpağın və suyun izin gördüm. İndi qulaq as, bu İbn Teymiyyə hədisi dedi, göründü nədir? Fətvası nədir İbn Teymiyyənin? Ey İbn Teymiyyə, Şeyxülislam deyən müsəlmanlar, görün İbn Teymiyyə nədir? Fəhəzə bəyyinun, bu çox aydındır. Nə aydındır? Ənə sucudəhu kana aləttin, Peyğəmbərimizin səcdəsi torpağın üzərində olardı. Və kana məsciduhu məsqufən bicəridin nəxil, Peyğəmbərimizin məscidinə xurmanın ağaclarını bu cür atmışdılar. Yəni onun səqfi, tavanı bu cür idi. Yəni bizdə indi məscidlərdə olan kimi elə dördü ki, yəni su dammasın. Xurma ağaclarını bu cür atmışdılar, ona görə yağış yağanda içəri tökülürdü. Yanzulu minhul matar, ondan yağış tökülürdü məscidə. Fəkana məsciduhu min cinsil ard, Peyğəmbərin məscidi yerin cinsindəndir, yerin cinsi. Yerin cinsi nə deməkdir? Yəni torpaq. Ardına bax. Və rubama vədəu fihil hasa. İbn Teymiyyə deyir ki, amma bəzən balaca daş gətirib qoyurdular həmən məscidə, torpağın üstünə. Yaxşı, bunun dəlili nədir İbn Teymiyyə? Kəma fi Sunəni Əbi Davud. Sunəni Əbi Davud kitabındakı 6 hədis kitabından biri də odur. Ən Abdullah İbn-ül Haris qal. Abdullah İbn Haris deyir ki, Suyultu İbn Ömər. Ömərin oğlu Abdullahdan soruşdum. Ənil hasa əlləzi kana fil məscid. Ki, o ki, balaca daş gətirib qoyurdular məscidə, üzərinə namaz qılırdılar. Daş gətirib qoyurdular məscidə, namaz qılırlar. Soruşdum Abdullah İbn Ömərdən ki, bu nədir, bu daşı niyə gətirirlər? Fəqal dedi, mutirnə zatə leylə. Gecələrin birində yağış yağdı Mədiniyə. Fəəsbəhatil ərzu mubtəllə. Məscidin torpağı içərisi nə oldu? Nəm oldu, yaş oldu, sulu oldu. Fəcəalər rəcul yəti bil həsafi səvbihi fəyəbsutuğu təhtə. Bir müsəlmanlardan biri cibinə balaca daş qoymuşdu səvb köynəyinə. Mühür qoyurlar ciblərinə, mühür. Ki, bidət edirsiniz, daşı sitayiş edirsiniz. Abdullah İbni Ömər deyir, Sunən Əbi Davudda, Abdullah İbni Harisdən, İbni Teymiyyənin Məcmül Fətava kitabında daş qoymuşdu cibinə, gəldi, daxil oldu məscidə. Fələmma qəza Rəsulullah, yəni qoydu, aldın onun üzərində. Fələmma qəza Rəsulullah, salah Peyğəmbər elə ki namazı qurtardı, qalə ma əhsənə haza. Dedi, bu nə gözəl işdə eləmirsən sən. Yaxşı, alnıva altına səcdə zamanı daş qoymaq bidətdir, yoxsa Peyğəmbər buyurdu, ma əhsənə haza. Nə gözəldir bu? Ki, su ki qarışır torpağa, ora ki alnını qoyursan, bulanırsan, nə yaxşıdır ki, öz-üzündən daş gətirib qoyasınız, daşın üstü alnınızı qoyasınız. Peyğəmbər salavatla buyurdu ki, ma əhsənə hada. Hə, göründü, bu hədisi deyəndən sonra nədir İbn Teymiyyə? Deyir, fəhada beyyinun. Bu da çox aydındır ki, ennəhum kanu yəscuduna alə turabi vəl hasa. Onlar yəni kimlər? Peyğəmbər və sahabələr səcdə edirdilər alə turabi vəl hasa, torpağa və daşa. Torpağa və
daşa. Aynı oldu qardaşlarım. İbn-i Qeyyim-ül Cevziyye'nin bir kitabı var. İğasetül Lehavan fi Mesayid-i Şeytan. Məşhur kitabıdır İbn-i Qeyyim'in. Möhkəm də kitabdır. Birinci cildi 218-ci səhifəsində gör nə deyir. Və kəzəlikə tərə əhədəhum la yusalli ilə əla səccadə. Həmçinin görürsən ki, bəzi müsəlmanlardan biri namaz qılır, namaz xalçasının üstündə. Və ləm yusalli Rasulullah əla səccadəti qat. Heç zaman Peyğəmbər xalçanın üstündə namaz qılmayıb. Kimdir bunu? İbn-i Qeyyim-ül Cevziyye. Peyğəmbər salavatullah ki, heç vaxt xalça üstə namaz qılmayıb, xalça üstə namaz qılmaq indi bidət olur, yoxsa sünnət olur? Sünnə olur, bidət olur. Peyğəmbər ki, daşı gördü, məscidə qoyublar, alnın qoydu, onun üstə namaz qılan buyurdu, ma əhsənə haza, bu nə gözəl işdir. Deməli, daş qoymaq məscidə alnıvi daşın üzərinə qoymaq bidət olur, yoxsa sünnə? Sünnə olur. Qulaq aç, gör nə deyir Ələ İbn-i Qeyyim. Və la kanəti səccadə tufrəş beynə yədək. Heç vaxtı xalça Peyğəmbərin qarşısında sərilməzdi. Bəl kanə yusalli aləl ard. Peyğəmbər yerə, namaz qılanda yerə alnın qoyurdu. Və rubama səcədə aləttin. Ola bilsin, bəzən torpaq olurdu. Və kanə yusalli aləl həsir. Və bəzən də həsirə alnın qoyurdu. Həsir kimi heç bir problem yoxdur. Həsir bu günləri götür günən bütün məscidlərdən yığışdırın xalçanı, möhür də qoymayın, amma həsir sarın. Həzrət Rasulullah həsirə alnın qoyub, biz də ya həsirə qoyaq. Həsir olandan sonra biz ora möhür qoymarıq. Və yaxud Peyğəmbərimizin zamanı kimi götürün xalçaları, olsun torpaq, daş olsun, görək ora kim möhür qoyacaq. Ondan sonra ehtiyac yoxdur artıq. Aydın olur qardaşlar, əzizlər inşallah. Həmən kitabın, bu dediyi birinci cild 218-də idi. Həmən kitabın 268-ci səhifəsində gör nə deyir. Və qəd səllən nəbi ələ həsirin, qəd isvətdə min tuli malubis. Peyğəmbər salavatullah həsirə səcdə edirdi və ona görə çox səcdə etdiyindən həsir qaralmışdı. Fənuzihə ləhu bilma, o həsirin üzərinə su səpirdi ki, o qaraltısı geçsin və salla əleyh. Sonra ona üzərində namaz qılırdı. Və ləm yufrəş ləhu fovqəhu səccadə və la mindi. Heç vaxtı Peyğəmbərin həsirinin üstünə nə xalça sərilirdi, nə də mindil. Mindil yəni dəsmal. Və kanə yəscudə alə turabi tarətən. Bir dəfə torpağa səcdə edirdi. Və aləl həsa tarətən. Balaca daşlara səcdə edirdi. Və fittini tarə. O palçıqlı torpaqda, çox palçığı yox, yəni su ilə qarışmış, ona səcdə edirdi. Hətta yura əsəruhu alə cəbhədihi və ənfihi. Hətta Peyğəmbərimizin burnunda və alnında torpağın izi həmişə olardı. Torpağın izi olardı. Ona görə əziz qardaşlarım, əzizlərim, əziz müsəlmanlar, açıq-aşkar görürük ki, Peyğəmbər hala İbn-i Teymiyyənin, İbn-i Qeyyim-ül Cevziyye'nin birinin Mecmu' Fetava kitabında, obursun isə İğasetül Lehavan fi Mesayid-i Şeytan kitabında açıq-aşkar buyururlar ki, Həzrət Resulullah sallallahu aleyhi və aleyhi və səlləm namaz qılarkən heç vaxt xalçanın üzərində namaz qılmayıb.